Hər kəsə salam. Əgər siz də Temu sifarişləri zamanı hər hansı bir problem ilə və ya zədəli məhsul ilə qarşılaşmısınızsa, videonu sona qədər izləyin. Temu sifarişləri zamanı siz yarana biləcəyi hər hansı problemlər və ya əlinizə gətirilən məhsulun zədəli, səhv olduğu təqdirdə Temuya bunu bildiriş şəklində göndərə və ödənişinizi geri ala biləcəyinizi mütləq şəkildə bilməlisiniz. Temu sifarişləri zamanı istər məhsulun daşıyıcı şirkət tərəfindən, istərsə də Temu şirkəti tərəfindən hər hansı bir nasazlıqda və yaxud da problemli şəkildə gətirilib sizə təhvil verildiyini, bağlamanız açıldığı zaman Temuya iade bölməsindən bildirməlisiniz. İade bölməsindən məhsulun hansı halda olduğunu şəkil və video formasında Temuya bildiriş ilə birlikdə göndərirsiniz. Daha sonra isə şirkət tərəfindən məhsulun hansı halda gətirilib sizə təhvil verdiyini nəzərə alaraq, onlar sizə istər ödənişi sizdən məhsul qaldığı halda geri qaytarır və yaxud da məhsul daşıyıcı şirkət tərəfindən geri iade alınaraq, yəni məhsul sizdən götürülərək ödəniş sizə geri qaytarılır. Ödənişin sizə geri qaytarılma prosesi isə iki formada həyata keçirilir. Siz bunu Temu alış-verişlərinizdə növbəti etaplarda istifadə edə biləcəyiniz Temu balansı şəklində və yaxud da alış-veriş etdiyiniz kart hesabının balansına köçürdə bilərsiniz. Daha çox belə maraqlı videolar və daha çox bilmək istədiyiniz məlumatlar üçün mütləq şəkildə kanala abunə olub, rəy bölməsində istəklərinizi qeyd etməyi unutmayın.